Beləcə, Şam torpaqlarında zalım insanlarla döyüşmək istəmədiklərinə görə Allah İsrail oğullarına cəza verdi. Onlar azıb 40 il Tih səhrasında qaldılar. Allah Musaya öz xalqına Sina dağına doğru getməyi əmr etdi. Musa Peyğəmbər öz xalqı ilə günlərlə yol getdi. Onlar heç bir canlının olmadığı bir çöldə çarəsiz qaldılar. Acmış insanlar Musaya şikayətlənməyə başladılar. Onlar: Ey Musa, sən bizi bol-bol meyvələri və tərəvəzləri olan torpaqlardan çıxardın. İndi biz nə yeyəcəyik? Acından öləcəyikmi? deyirdilər. Buna görə Musa Rəbbinə dua etdi. Bütün canlıları yedizdirən Rəbbi onlara ləzzətli ruzi göndərdi. Göydən yedikcə dadından doyulmayan bildirçin və manna indirdi. İsrail oğulları hər səhər bitkilərin üzərində şehdən düzəlmiş, pambıq kimi yumuşaq və şirin manna görürdülər. Onlar mannadan çörəyə oxşar, ağ rəngdə şirin qida hazırlayırdılar. Hər axşam isə kolların üzərində bildirçinlərin oturduğunu görürdülər. Çox rahatlıqla bu bildirçinləri ovlayıb yeyirdilər. İsrail oğulları su istədikdə Allah Musaya buyurdu ki, əsanı daşa vursun. Musa əsanı vuran kimi daşın 12 yerindən buz kimi sərin və dadlı su fışqırdı. İsrail oğulları 12 ailə idi. Hər bir ailə bu sudan doyunca içdi. Günlər beləcə keçib gedirdi. İsrail oğulları əllərində olanlarla kifayətlənmək istəmirdilər. Hər şeydən çox tez bir zamanda bezirdilər. Bir gün onlar Musanın yanına gələrək: Sən bizi öz yurdumuzdan çıxarıb bura gətirdin. Aylardır ki, bildirçin və manna yeyirik. Amma indi ölkəmizdə olsaydıq, hər cür yemək və tərəvəzimiz olardı. Biz mərcimək, soğan, xiyar və sarımsaq yemək istəyirik. Dedilər. Musa onların bu sözünə qəzəbləndi. Siz xeyirli olan nemətlərin daha xeyirsiz olanlarla əvəz olunmasını istəyirsiniz? Sizin bu istəkləriniz hər şəhərdə, hər kənddə var. Elə isə şəhərə girin. Şübhəsiz ki, orada istədiyinizi taparsınız. Amma Allahın sizə endirdiyi yemək isə heç yerdə yoxdur. Dedi. Beləcə İsrail oğulları Musadan hər hansı bir kənddə məskunlaşmağı istədilər. Allahın izni ilə bəyəndikləri bütün nemətlər var idi. Onlar kəndə daxil olarkən bağışlanmaları üçün dua və səcdə etməli idilər. Allahın bu əmri İsrail oğullarını qəzəbləndirdi. Nankorluq edib qapıdan səcdə və dua edərək daxil olmadılar. Əksinə arxaları üstə sürünərək və istehza edərək daxil oldular. Allah da bu əməllərinə görə onlara göydən əzab endirdi. Onlar vəba xəstəliyinə tutulub bir-bir ölməyə başladılar.